Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Ona Qarabağın baş tacı, Azərbaycanın göz bəbəyi də deyirlər. 30 ilə yaxın düşmən tapdağında olan Cənnət diyarının işğaldan azad edildiyi, efirdə ölkə başçısı tərəfindən müjdələnəndə bəlkə də hamımız bir nəfər kimi ağladıq. Çünki o bizim yaralı yerimiz idi. Adına mahnılar qoşulan, şeirlər yazılan şəhər Şuşa. Layihəmizi izləyənlər bilir ki, biz daha çox həyatdan nakam köçən, unudulan məşhurları xatırlatmaqla tanınmışıq. Bugün isə bir şəxsdən yox, tarixi Azərbaycan torpağı olan Şuşada yaşamış, Şuşanın bir neçə köklü ailələrindən biri olan Səfərov qardaşları və onların tikib qurduğu bir qoruqdan danışacağıq. Biri var idi, Səfərov qardaşları. Əvvəlcə onu qeyd eləmək istəyirəm ki, Səfərov qardaşlarının karvansarası kimi tanınan bu memarlıq incisi Şuşa şəhərində yerləşir və Azərbaycan hökuməti tərəfindən 19-cu əsr tarixi və memarlıq abidəsi kimi qorunur. Gəlin əvvəlcə bu memarlıq incisinə ad vermiş Səfərov qardaşlarının kim olduğunu müəyyənləşdirək. Qeyd etmək istəyirəm ki, internet resurslarında Səfərov qardaşları və tarixi abidə barədə kifayət qədər məlumat mövcud deyil. Bu məlumatları və görüntüləri biz 4 qardaşdan biri olan Mürsəl Səfərovun nəvəsindən almışıq. Məqsədimiz Qarabağın gözü olan Şuşa naminə samballı əmək sərf edən və dərin tarixi köklərə malik olan bir nəslin unudulmamasıdır. Bildirmək istəyirəm ki, Səfərov qardaşlarının tarixinə keçməmişdən öncə Şuşanın Təbriz məhəlləsinin tarixinə baxmaq lazımdır. Çünki Səfərov qardaşları da Şuşanın bu məşhur məhəlləsindəndir. Təbriz məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu andan genişlənməyə başlayıb. Hələ şəhər qurularkən yeni məhəllələr salınmağa başlanıb və hər məhəllədə məscid, hamam tikilib, meydan və bulaq inşa edilib. Ümumiyyətlə Şuşanın bir şəhər kimi formalaşmasını 3 mərhələyə bölmək olar. Birinci mərhələ 1750-ci ildən başlayaraq çox qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib. Tikinti işləri tələsik aparılıb. Bu dövrdə şəhərin şərq hissəsində 9 məhəllə salınıb. İbrahim xan Cavanşirin hakimiyyəti illərinə təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha möhtəşəm olub və bu zaman məhəllələrin sayı 17-yə çatdırılıb. 19-cu əsrə əhatə edən 3-cü mərhələdə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə salınıb. Məhz 3-cü mərhələdə, yəni 19-cu əsrin ortalarında Səfərov qardaşları karvansarası şəhərin Xoca Mərcanlı məhəlləsində inşa edilib. Şuşada Hacı Səfərilər kimi tanınan Səfərovların əslində ulu babaları Məşədi Molla Nur Məhəmməddir. Nur Məhəmməd 18-ci əsrin sonlarında yaşayıb, Təbrizdə mədrəsə təhsili alıb. İbrahim Xəlil xan Sarıcalı Cavanşirə xidmət edib. Məşədi Nur Məhəmmədin Səfər, Cəfər, Əkbər, Məhəmməd adlı oğlanları olub. Səfər 1785-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini atasından alıb və sonralar ticarətlə məşğul olub. O, Məkkəni ziyarət edib və hacı titulu qazanıb.
Onun törəmələri Səfərov soyadını daşıyıblar. Hacı Səfərin oğlu Əsgər 1818-ci ildə Şuşada anadan olub. Sonralar Əsgərin Əlqulu, İmamqulu, Murtuza, Dadaş adlı oğlanları və Zöhrə adlı qızı olub. Əsgərin 3-cü oğlu Murtuza 1857-ci ildə Şuşa şəhərində anadan olub. Ticarətlə məşğul olub və o da babası kimi müqəddəs Məkkəni ziyarət edib. Hacı Murtuza Telli Hacı Bağır qızı Həşimli ilə ailə qurub və bu nikahdan Əhəd, Səməd, Manaf, Mürsəl adlı oğlanları, Qəmər, Xavər, Ənbər adlı qızları dünyaya gəlib. Hacı Murtuza bu karvansarayı məhz bu 4 oğlunun şərəfinə inşa etdirib və bu karvansara Hacı Murtuzanın oğlanlarının şərəfinə el arasında Səfərov qardaşlarının karvansarası adlanıb. Bu karvansara zamanında Şuşa şəhərinin ən böyük karvansarası olub. Karvansaranın inşasında sözsüz ki, Şuşanın məşhur memarı Kərbəlayı Səfixan Sultan Hüseyin oğlu Qarabağinin böyük rolu olub. Gördüyünüz karvansara 3 mərtəbədən ibarət olub. Birinci mərtəbə dükanlardan, emalatxanalardan, ikinci və üçüncü mərtəbələr isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansaranın böyük həyəti, namaz otaqları, gələn qonaqların atlarının saxlanması üçün xüsusi yeri və s. olub. O zamanlar uzun yol qət etməli olan tacirlər məhz bu karvansarada qalmağa üstünlük veriblər. Hacı Murtuzanın böyük oğlu Əhəd 1895-ci ildə Şuşada doğulub, gimnaziyada oxuyub, Kiyev Universitetini bitirib. Bolşeviklər Azərbaycanı istila etdikdən sonra ailəsi ilə birgə İrana mühacirət edib. İranda özünə Səfəri soyadı götürən Əhəd 1968-ci ildə Tehranda vəfat edib. Əhəd Səfərinin 3 övladı olub. Qızı Teyyubə, oğlanları Çingiz və Teymur. Hacı Murtuzanın ikinci oğlu Səməd 1897-ci ildə Şuşada doğulub, gimnaziyanı bitirib, Kiyev Universitetinə qəbul olub. Lakin universiteti bitirmədən vəfat edib. Hacı Murtuzanın üçüncü oğlu Mürsəl 1899-cu ildə Şuşada doğulub, gimnaziyanı bitirib və sonraki illərdə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinin məzunu olub. O, Bakının 173-199 sayılı orta məktəblərində ədəbiyyat fənnini tədris edib. Mürsəl Səfərov Şuşada məşhur dəmirçi Hacı Qasımın qızı Firuzə Cəfərova ilə Şuşada ailə qurub və bu nikahdan 4 övladı Vahid, Arif, Fəridə, Siddiqə dünyaya gəlib. Hacı Murtuzanın 4-cü oğlu Manaf 1900-cü ildə Şuşada doğulub. O da gimnaziyada təhsil alıb, Kiyev Dövlət Universitetinə qəbul olub, lakin o da qardaşı kimi universiteti bitirmədən vəfat edib. Hacı Murtuzanın qızı Qəmər 1905-ci ildə Şuşada doğulub və 1980-ci ildə Bakı şəhərində vəfat edib. Onun övladı olmayıb. Hacı Murtuzanın ikinci qızı Xavər 1908-ci ildə Şuşada anadan olub. Həkim stomatoloq kimi çalışıb, onun evliliyindən 3 övladı olub və 1982-ci ildə vəfat edib. Hacı Murtuzanın digər qızı Ənbər 1913-cü ildə Şuşada doğulub. Onun da 3 övladı olub. Elton, İsmail, Hümeyra. Səfərov qardaşlarının atası Hacı Murtuza tərəfindən Şuşa şəhərinin yuxarı hissəsində 20 otaqlı bir ev inşa edilib. Bolşevik istilasında oğlanları Əhəd İrana mühacirət etdikdən sonra digər qardaşları da Manaf və Səməd İrana köçmək istəyən zaman faciəvi şəkildə vəfat ediblər. Digər qardaş Mürsəl müsavatçı olduğu üçün bacıları ilə bərabər Şuşadan Bakıya sürgün olunurlar. Onların Şuşadakı bu evlərini bolşeviklər uşaq bağçasına çevirirlər. 1978-ci ildə bu 20 otaqdan ibarət 2 mərtəbəli ev sökülür və onun yerində hazırki Qarabağ oteli tikilir. Biz bugün Şuşa şəhərində yerləşən və erməni vandalları tərəfindən yarı dağılmış vəziyyətdə olan, lakin Azərbaycan dövləti tərəfindən qorunan və mədəni irsin qorunması siyasına salınan və çox güman ki, yaxın zamanlarda bərpa olunacaq Səfərov qardaşları karvansarasının tarixinə qısa da olsa ekskursiya etdik. Bizim bu verilişdə Səfərov qardaşları karvansarasının tarixinə, bu qardaşların ulu babalarından başlamağımız heç də təsadüfi deyil. Məqsəd Şuşada yaşayan, yaradan bir nəslin 250 ildən böyük bir tarixinin olduğuna nəzər salmaq idi. Və bu Şuşa şəhərinin, Şuşa qalasının, Şuşa memarlığının, Şuşa zadəganlığının bir tarixçəsidir. Biz bugün Şuşada hər hansı bir nəslin tarixçəsini varaqlasaq, eyni vəziyyətlə qarşılaşacağıq.
ən azı 250 illik bir nəslin Şuşada olan məhəllələrin, orta əsr Azərbaycan memarlıq məktəbinin, ziyalılığın və zadəganlığın tarixi ilə.